Hər kəsə salam. Yenə də oxuyuruq, yenə də araşdırırıq. HPV haqqında məlumatlara baxıram, yeniliklərə baxıram və nəzərimi çəkən internetdə dolaşan bir çox məlumatlardır, doğru olmayan məlumatlardır, insanların orada yazdıqları belə deyə kommentlərdir. Və buradan bir daha sizlərə səslənmək istəyirəm ki, elmi əsası olmayan maarifləndirici məlumatlar sizin sağlamlığınıza ziyan ola bilər. Xüsusən də ki, human papilloma virus haqqında. Əgər bir virus onkoloji proses yaradırsa, xərçəngönü proses yaradırsa, bu haqda məlumatlar yaxşı olar ki, onkoloqlar tərəfindən paylaşılsın və sizlər də diqqətlə bizim dediklərimizi dinləyəsiniz. Yenə də bir çox suallar görürəm və o qeydlərimi aparmışam, yanlış fikirlər və qeyd edirlər ki, human papilloma virusla yoluxduqsa mütləq xərçəng yaradırmı? Xeyr, HPV-nin 200-dən çox növü var, amma hər bir növü xərçəng yaratmır. Yüksək riskli tipləri, xüsusən 16-18 xərçəng yaradan tiplərdir, xüsusən də ki, uşaqlıq boynu xərçəngi. Yenə də ən çox soruşulan suallar sonsuzluq yaradırmı? Əgər peyvənd istifadə ediriksə, bu da sonsuzluq yaradırmı? Və yaxud da virusun özü sonsuzluq yaradırmı? Və yaxud da ki, hamilə qala bilərikmi? Hamilə qaldığımı dölə keçə bilərmi? Bax, bu sualları da oxudum, diqqətimi cəlb elədi. Qana keçməyən, plasentar bariyeri keçməyən bir virusdur. Ona görə hamiləliyə bir əks göstərişi olmayan, sonsuzluq yaratmayan və dölə keçməyən bir virusdur. Və ən çox suallar da gəlir ki, yalnız qadınlarda mı xəstəlik törədir? Xeyr, kişilərdə də törədə bilir. Genital ziyillər, hətta penis xərçəngi törədə bilir. Yəni, yalnız qadınlarda xəstəlik törətmir. Cinsi yolla keçən bir infeksiyadır və yoluxduqdan 2 il ərzində bədənin öz immun sistemi tərəfindən xaric olunur. Yalnız kofaktorlar, yanaşı faktorlar varsa, o hallarda qadında qalıb xəstəlik törədə bilir. Yenə də çalışırıq ki, HPV haqqında məlumatlandırıcı videoları sıx-sıx paylaşaq ki, siz bizlərin dilindən bunu eşitmiş olasınız və internetdə yayılan hər bir məlumat əmin olmayın ki, doğruluq payı var. Yaxşı olar ki, əgər bu virusla qarşılaşmısınızsa, mütləq bir onkoloqlara müraciət edəsiniz. Bir də onu qeyd edim ki, peyvənd qoruyucu bir vasitədir, yanaşı müalicələrə ehtiyac var və peyvəndlənmişəm, artıq bundan sonra onkoloji testlərimi verməsəm olar. Bu da yanlış bildiyiniz bir durumlardan biridir. Əgər peyvənd olunmuş olsanız da belə, mütləq onkoloji testlərinizə davam eləməlisiniz. Sağlam olun. Yenə də nə suallarınız varsa, komment şəklində videonun altında qeyd edin, biz cavablandırarıq.